Hər kəs salam dostlar, bugün sizlər üçün qarpızdan çox ləzzətli bir kokteyl hazırlayacağım. İlk öncə qarpızın üst tərəfini kəsirik. Qarpızın içərisini çıxardırıq hamısını. Qarpızı əlavə edirəm blenderin içərisinə. Blenderdən yaxşıca keçirirəm. Əlavə edirəm yeniden qarpızın içinə. Üzərinə nanə əlavə edirəm. Buz və Sprite. Yaxşıca qarışdırıram. Kokteyl reseptimiz tam vəziyyətdə hazırdır. Hazırlayıb içən hər kəsə nuş olsun. Fikirlərinizi gözləyirəm. Videonu bəyənib kanala takip olsanız məni çox sevindirərsiniz. Hər kəs salam dostlar, bugün sizlər üçün fərqli bir dondurma resepti hazırlayacağım. Keçək videomuza. Bizə lazım olacaq banan. Bananı bir gün öncədən dondurmuşam, doğrayıb dondurmuşam gördüyünüz şəkildə. Əlavə edirik qabın içərisinə. Üzərinə 2 qaşıq qatlaşdırılmış süt. Və 1 paçka qaymaq, 25%. 1 paçka çiyələli yoğurt əlavə edirik. Sonra 1 paçka şəkərli vanil əlavə edirik. Əlavə edirik qabların içərisinə. Dondurucuda ən azı 6 saat gözləyəcək. Ən asandır, ən gözəl, ən ləzzətli dondurma resepti. Orijinal reseptimiz hazır, tam vəziyyətdə. Baxın, dondurma yemək istəyirəm. Lütfən, bana da ver. Ey Allah, hər kəs rahatlıqla hazırlaya bilər. Fikirlərinizi bildirin zəhmət olmasa. İzləyicilər, evdə hazırlaya biləcəyiniz ən asan kokteyl resepti bölüşəcəm sizlərlə. Bunun üçün bizə lazım olacaq 1 ədəd banan, bişmiş süd soyuq şəkildə, 1 paçka yoğurt və arixis. Bananı əlavə edirik içərisinə. Arixisi. Sütünü əlavə edirik. Yoğurt əlavə edirik içərisinə. Reseptimiz tam vəziyyətdə hazırdır. Hazır demək üçün nuş olsun. Fikirlərinizi gözləyirəm. Kanala abunə olub, videonu bəyənib paylaşmayı yaddan çıxarmayın. Hər kəs salam dostlar, bugün sizlər üçün 1 dəqiqəyə çox ləzzətli desert hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 1 armudlu stakan Herkules. Üzərinə 1 paçka vanil əlavə edirik. İki qaşıq İran qaymağı və meyvə qurusu. Süt əlavə edirik üzərinə. Açılana qədər qarışdırırıq. Hazırladığımız deserti qabın içərisinə əlavə edirik. Bir qabın içərisinə 1 qaşıq kakao, üzərinə isti su əlavə edirik. Tam açılana qədər qarışdırırıq. Vəziyyətə gəldikdən sonra desertin üzərinə əlavə edirik kakaonu. Göndəririk soyucuya, yarımca saat soyucuda qalır və reseptimiz tam vəziyyətdə hazırdır. Hazırlayıb hər kəsə nuş olsun, fikirlərinizi gözləyirəm. Zəhmət olmasa videonu bəyənib kanalı takip etsəniz məni çox sevindirərsiniz.